Yoldaşlar, hamı Bəli, qulaq burada assın. Aha. yaddaşın əsas xarakteristikası bu kitabda hansı səhifədədir, yoxsa bu kitabda yoxdur? Yo, 2.6 başlığında değil. Orada çözdüm diye Aha. diyeceğim. Düzdür, mən kitabı açmadım birbaşa. Şeydən izləyirəm PDF-dən. Kitabda da qaydım əvvələ deyəcəm mən. Dəqiqə. De buradadır bu. Burada yazılıb. Bəli, bəli. Aha. Deməli yoldaşlar, yaddaş nədir ümumiyyətlə? Yaddaş nə olacaq? Müəyyən bir məlumatların saxlanmasıdır da. Aydın oldu. Ki biz lazım olan anda ora müraciət edirik, lazım olan məlumatları əldə edirik. Yaddaşın əsas xarakteristikaları var 3 dənə. Həcm, ki məlum məsələdir. Megabayt, gigabayt, axırçıdan indi məlumatdır da, informasiya miqdarı ilə ölçülür. Sonra yaddaşa müraciət vaxtı var. Yazı müraciət vaxtı milli saniyələr, yəni informasiya vahidinin yaddaşa yerləşməsi üçün minimal kafi vaxtdır. Ki orada indi çox biz nəyə görə elə deyilir? Yəni biz istənilən faylı açanda istərsəmiz yaddaşa müraciət edirik axı yoldaşlar, düzdürmü? Yəni oradan götürüb gəlir də faylı açır, RAM-a gətirir. Bir də informasiyanın yazılış sıxlığı. Ki bu da nə ilə ölçülür? Bit böl millimetr kvadratı. Belə şeylər də var ha. Onlar mən sizə suallarda qeydlərin hamısı qeyd etmişəm. Gələn dəfə də soruşdum. İnformasiyanın yazılış sıxlığı, informasiya daşıyıcısının vahid səthinə yazılan informasiyanın miqdarıdır. Təbii ki, yoldaşlar, burada minimal olaraq nəzərdə tutulur ki, yazılış sıxlığı o demək. Yəni məlumat yazılır, minimal olaraq sıxlığında daha az yer tuta bilir və ya daha çox yer tutma ehtimalı da olur ki, yaddaşın həcminə görə tənzimlənir. Yenə də həcmdən asılı olaraq tənzimlənir və ya orada sektor, klaster məsələləri var. Onu mən sizə inşallah 5-ci bölmədə izah edəcəm. Yəni onda biləcəksiniz ki, məsələn, istənilən bir sənəd, informasiya diskə hansı formada yazılır, maraqlıdır əslində və nə qədər yer tutur, nə qədər o hissə tutur, onun hamısını öyrənəcəyik inşallah orada. İndi hal-hazırda yadda saxlayırsınız ki, yaddaşın 3 əsas xarakteristikası var. Oldu deməli həcm, müraciət vaxtı, informasiyanın yazılış sıxlığı və yazılış sıxlığı nə ilə ölçülür? Bit böl millimetr kvadrat ilə. Növbəti, kompüterin yaddaşı 2 yerə bölünür. Daxili və xarici yaddaşlar. Düzdür, burada birinci daxili yaddaşlar haqqında məlumatlar verilib. Daxili yaddaşların yoldaşlar, birinci əməli yaddaş, RAM. Yadınızdasa bunu demişdik biz. Hansı ki, müvəqqəti yaddaş idi. Yəni, kompüter açıq olduğu müddətdə aktiv olur. Kompüteri söndürsən, əməli yaddaş, yəni RAM-da olan informasiya silinir. Və RAM ana platada DDR slotuna qoşulur. Yadda saxlayın. Yəni o slot deyəndə ki, yoldaşlar, yəni o RAM kart kimidir, elə ki, yerləşdirilir ora. Bildiniz. Ana platada DDR slotuna. Bax, suallardan biri də budur testdə. Testdə suallardan biri də budur. Soruşur ki, RAM ana platada hansı slota qoşulur? DDR slotuna. Cache yaddaş. Cache ehtiyac deməkdir. Fikir verirsiniz. Bu telefonlarımızda da var. Telefonlarımızda da var. Hətta keçən dəfə bunu müzakirə eləmişdik yadınızdadsa. Cache yaddaş 2 səviyyədə Bəli, olur. müəllim, yadımızdadır. Bəli, level 1, level 2. Bu cache yaddaş yoldaşlar, prosesorun əməli yaddaşa müraciətinin sürətləndirilməsi üçündür. Elə testdə suallardan biri də budur. Soruşur cache yaddaşı nədir? Əməli yaddaşa müraciəti sürətləndirmək üçün. İndi birazdan testlər açacağam. Bilirsiniz də, qarşılıqlı formada baxırıq biz. Testlər açacağam, orada sualları cavablandıracaqsınız. Yaxşı olar müəllim, bəli. İndi yoldaşlar, level 1, cache yaddaş 2 səviyyədə olur. Level 1, 2. Level 1 odur ki, prosesorun öz daxilində olur. Cache yaddaş. Amma level 2 budur ki, prosesorla RAM arasında olur. Yəni əməli yaddaş arasında. Növbəti daimi yaddaş, ROM, read-only memory. Yalnız oxuna bilən yaddaş. Elektrik enerjisindən asılı olmayan yaddaşdır. Yəni enerjiden asılı deyil. Kompüter istəsəl olunduqda buraya yazılan məlumatlar yazılır, buraya məlumatlar yazılır. Sonradan dəyişdirilə, silinə bilməz. Deməli yoldaşlar, onun yadınızdadsa mən sizə demişdim şifahi formada. O sxemanı göstərəndə var idi mərkəzi periferiya hissə. Bunlar orada var idi axı ümumiyyətlə. Biri sizdə orada da var idi. Mən məlumat vermişdim orada sizə bunları. Deməli burada BIOS deyilən bir proqram var idi. BIOS nə idi? Kompüterin asılma proqramı idi, belə deyək, idarə olunma proqramı. ROM idi Hansı da ki, müəllim. necə? ROM idi da BIOS. ROM-un içindədir də. Hə, ROM-un içində idi. BIOS ROM-un içində. ROM yaddaşdır, BIOS ROM-un içində yerləşən bir proqramdır.
İndi BIOS'da nə vardı? BIOS giriş çıxış qurğularının işini nəzarət edir. Kompüter asılarkən qurğularının işində problem olub olmadığını yoxlayır. Məsələn biz power düyməsini vururuq ki, kompüter asılır, düzdürmü? Ekran asılana qədər, iş masası asılana qədər BIOS o daxili qurğuları yoxlayır. Əgər hər hansısa bir problem varsa, təbii ki, onu sizə bildirəcək. Məlum məsələdir. İndi ekranda bir pəncərə kimi göstərir də, belə deyək. Növbəti CMOS var burada. İndi açılışı da verilib yollaşır. CMOS yaddaş nəyi bildirir? Vaxtdır, tarixdir, paroldur, kompüterin konfigurasiyasını yadda saxlayır. Elə mən sizə bir söz deyim. O BIOS'un məlumatlarını yadda saxlayan yaddaş budur. CMOS yadda saxlayın. Və dediyimiz kimi vaxt, tarix, parol bunlar yadda saxlayır. CMOS yollaşır şeydə bateriyadır. Və yazıb ki, CMOS bateriyasını çıxarsaq buradakı bütün məlumatlar itir. Enerjiden asılı olmayan yaddaşdır. Kompüterin batareyaları olur. Bak CMOS da yollaşır. Batareya bildiğimiz. Düzdür, köhnə keçmişdəkiləri biz rahatlıqla çıxarda bilirdik arxasından. İndiki müasir kompüterlərdə belə satın məsələn. Gəl onu, nə bilim, sökəsən, əməlli başlı ondan sonra çıxar. Növbəti flash yaddaş. Flash yaddaş nədir? Yazıb son zamanlarda daimi yaddaşın dəyişdirilə bilən, yenidən proqramlana bilən növündən istifadə olunur. Fikir verirsiniz. Yəni, belə çıxır ki, biz daimi yaddaşı dəyişdirilə bilən nə deməkdir? Yəni, ROM-u yeniləyə bilərik, onu da yollaşır. Düzdür. Texniki ədəbiyyatlarda bu yaddaş növü flash yaddaş, flash memory adlandırılır. Bir həm də EPROM deyirlər. EPROM, yadda saxlayın. Enerjiden asılı deyil. Elə bir ki, bu bilsin nədir yollarsa. Yəni, təsəvvür et ki, kompüteri yeni bir sistem yazsan da, yeni bir proqram yazsan, o proqramla idarə edirsən. Yəni, flash yaddaş bu deməkdir. Video yaddaş. VRAM deyirik buna biz, məlum məsələdir. Video Random Access Memory. Video yaddaş yoldaşlar enerjiden asılıdır. Niyə? Niyəsə budur ki, görüntünü ekranda saxlamaq üçün, nə olsun, müvəqqətidir. Aydın odur. İndi monitorun ekrandakı video görüntülərin yadda saxlanması üçün lazım olan daxili yaddaşın bir növüdür. Məlum məsələdir. Və sonuncu daxili yaddaş register yaddaşdır. Register yaddaş nədir? Register yoldaşlar yadda saxlayın ki, CPU-da olan daxili yaddaşdır. Və ən sürətli yaddaşdır register, ən sürətli. Hesablama və əməliyyatlarda istifadə olunan ikilik, yəni 0-1-lərdən təşkil olmuş məlumatlar registerlərdə saxlayır. Onda belə çıxır ki, register yaddaş ikilik məlumatları özündə saxlayır. Qısacası desək. Bu belə. Dediyimiz kimi ən sürətli yaddaşdır və məlumatlar burada emal olunur. Yadda saxlayın. İnformasiya register yaddaşda emal olunur. İndi o kimi qeydləri də mən sizə göndərəcəm. Sonra enerjiden asılı olan daxili yaddaşlar. Əməli, cache, register, video yaddaş. Qalan bütün yaddaş qurğuları enerjiden asılı deyil. Bu da var suallarda. Səfərləməmsə Dövlət İmtahan Mərkəzi yaş keçən il idi 2024'də. Şeydə vermişdi. Bu sınaq sualında. Sınaq sualında vermişdi. Bir dənə sual vardı bundan bağlı. Bura qədər oldu daxili yaddaşlar. İndi bundan sonrası xarici yaddaşlardır. Onları gəlin belə eləyək yoldaşlar. Görürəm onların şəkilləri burada varmı? Şəkillərini göstərib izahat verək. Çünki maraqlı olsun biraz. Deməli xarici yaddaşlar. CD, DVD. Diqqətlə qulaq asın. Bayın testlərə baxacaq. Bir dənə bunları deyim. Deməli, CD ilə DVD arasında fərq nədir yoldaşlar? Təbii ki, ölçülərinə görədir. Aydındır. Yəni tutumlarına görə də, həcminə görə. Bax, CD-lərdə 700 MB. Burada belə bir şey yazıb, 700. Amma yoldaşlar, DVD-lərdə adətən 4,7-17 GB arasında dəyişir. Onu da burada qeyd eləmişik. Yəni, əsas cəhət bunların həcmləri arasında fərqdir. Aydın oldu, həcmləri, ölçülərinə görə fərq edir. Bir də yoldaşlar, CD-lər də bölünür öz aralarında. CDR, CDRW, bunlar belə adlandırıb. Bunlar həm də optik disklər deyirik. Optik maqnit disklər. Yaxşı mı? Bunların fərqləri nədir bəs? CDR və ya RW. CDR-ə üzərində deməli yazılır ki, boş olaraq satılır. Məlumat bir dəfə yazılır. Dəyişiklik aparmaq olmaz. Amma CDRW-da isə dəfələrlə yazılıb silinə bilər. Yəni, dəyişiklik aparmaq mümkündür, belə deyək. Və bu CD-lərin ölçüsü 650-700 MB arasında dəyişir, amma standart
Elə 700 megabayt olur. Fikir verseniz elə burada da diskin üzerine yazılmış demək olar. Bu belə. Sonra orada disklərdən başqa nə qaldı? CD, DVD bunlar da əsas. Sonra flash kart. Ha bir de yollar bu yadımdan çıxdı. Bu birisinin də şəklini göstərmişsə. Elastik maqnit disk var. FTD. Buna disket de deyirik. Seviş disk de deyirik. Mesela bunun bir neçə adı var. Fikir versiz yazılıb hamısı. Bu disk indi istifadə olunmur. 1,44 megabayt həcmə malik. O hansıdır? Tamam görüm. Ha burada şəkili yox tamam. Gəlin göstərmişsən. Onu düzdür, mən sizə göstərmişim yollar sonra. FTD. De budur bu. Keçmişdə bəlkə də rast gələrdiniz belə bir şeyə. Yəni hal-hazırda bunun dövrü bitib də demək olar. Yəni 1,44 megabayt nə demək? Bu dəqiqə telefonlarınızda şəkilləriniz elə 1 megabayt. Hələ daha çox. Ona görə demək olar ki, mənasız bir diskdir. Hal-hazırda bizim üçün. Sonra yollar yaxşı adıma düşdü burada. Sizə nəyi deyəcəm? Bu Blu-ray disklər də var. Blu-ray. Yəni bunlar da CD, DVD-lər kimidir. Amma təbii ki, yenə ölçülər dəyişir. 25-200 GB arasında fikir verirsiniz. 25-200. Deməli ölçüsü daha böyükdür. Blu-ray də yazıb görə bilərik burada. Deməli Blu-ray disk. Görək bu nədir? Fikir verirsiniz. Adi elə bildiyimiz diskdir. Yəni üzərinə Blu-ray yazılması nə biləsən ki budur? Bilirsən demək istəyirəm. Ya bu da bir xarici yaddaş qurğusu sayılır. Ümumiyyətlə bunlara xarici yaddaş qurğular deyirik də biz. Ha bir də bunları bilirsiniz nə deyirik yoldaşlar? Xarici yaddaş qurğularına həm də informasiya daşıyıcılar deyirik. Yəni diskin içərisinə məlumatı atdın, özünlə harasa istəsən apar götür də. İnformasiyanı daşıya bilirsən, də o mənada. Bildiniz. Amma daxili yaddaş qurğuları informasiya daşımır ha. Yadda saxlayın. Daxili yaddaş qurğularının heç biri informasiya daşımır. İnformasiya daşıyan xarici yaddaş qurğularıdır. İndi onu yazın bir yerə qeyd edin. Yazın ki, xarici yaddaş qurğuları informasiya daşıyıcıları da hesab olunur. İnformasiya daşıyıcıları. İnformasiya daşıyıcıları. XYQ. Yəni xarici yaddaş qurğuları. Onu yoldaşlar mütləq qeyd edin. Mütləq. Yəni kim yazmasa qeyd etsin. Bu mən sizə söz verirəm. Biz onu mən... Xarici yaddaş qurğusu getdi də o. XYV. Bəli, xarici qısa yazdım. Uzun yazmağa biraz vaxtımız çox da getməsin. İnformasiya daşıyıcıları hesab olunur. Belə. Davam edək yoldaşlar. Davam edək. Gəldik burada sərt disk. Buna həm də nə dedik biz? Deməli, Winchester, həm də hard disk sayılır. Deməli, sərt disk nə üçündür? Ümumiyyətlə mən sizə bir söz deyim də. Bunun xarici növləri də var. Qocanın onun şəkli var burada. O da qeyd olunur. Gəl onu sizə göstərim. Deməli, yoldaşlar, sərt disklərin xarici növləri də var. Xarici sərt disk. Xarici nə deməkdir? Flash kart kimi bir şey. De budur bu. Powerbank oxşuyur bir növ. Fikir verirsiniz. Müəllim bunlara Yoldaşlar, hard bir növ disk powerbank. deyilir. Bəli, hard diskdir bu. Aydındır. Yəni bunlar nə üçün yoldaşlar? Bunlar kənardan qoşulur. Flash kart kimi bir şeydir də. Amma bunun flash kartın üstünlüyü odur ki, yəni daha çox məlumat saxlaya bilir. Daha çox məlumat saxlaya bilir təbii ki. Deməli yoldaşlar, sərt diskdə nə saxlanılır? Hard disk deyirik biz buna. Bizim fayllarımız, qovluqlarımız, proqramlarımız, ümumiyyətlə kompüterdə nə varsa, əməliyyat sisteminin özü də başda olmaqla, hamısı burada yerləşir. Və təbii ki, uzun müddət saxlanır. Yəni enerjidən asılı deyil. Aydın oldu. Əməliyyat sisteminin yazıldığı disk də sistem disk adlanır. Plusdakı yoldaşlar, bu hard disklər var ha. Hard disklər məntiqi disklərə bölünür. O məntiqi disklər biz hansılardır? C diski, D diski, hətta Y diski və s. Bunlara biz məntiqi disklər deyirik. C diski, D diski və s. Yəni hard disk bölünür bunlara. Aydın oldu. Əməliyyat sistemdə adətən harada olur? C diskində. Baş şəkildə var burada. Görə bilərsiniz. Aydın oldu. Bu belə. İndi orada nə qaldı başqa deyəcəyimiz? Sərt disklərin adətən burada 1 terabayt qeyd olunub ölçüsü. Düzü müasir dövründən ayaqlaşmır. İndi kitabda yazılan şeyi yada saxlayaq biz.
1 terabayt yollaşır və sərt diskin sürəti dövr böl dəqiqə ilə ölçülür. Bunlar vacib hamısı. Sərt diski ana plataya quraşdırmaq üçün bunların belə bir interfeysləri var. ATA, SATA, giz adlar var. SSI. Bu interfeyslərdən istifadə olunur. Yaxşı mı? Bunları da yadda saxlayın. Düz mən qeydlərdə qeyd eləmişəm, amma yenə də yadda saxlayın. Sonra növbəti SSD gəlir burada. SSD Solid State Disk. Təbii ki, müasir dövrümüzün, mən deyərdim ki, əsas xarici yaddaş qurğusudur. Onu bir növ flash kartların tutumca böyüdülmüş forması kimi təsəvvür etmək olar. RAM texnologiyası ilə hazırlandığı üçün hard disklərlə 2-3 dəfə sürətli olan xarici yaddaş qurğusudur. Deməli yoldaşlar, SSD başlıqda şəkili var, görə bilərsiniz. SSD hard diskdən sürətlidir. Yadda saxlayın. Aydın oldu. Bu belə. Və bunun da həcmi təbii ki, terabaytlarla ölçülür. Eyni zamanda hard diskə nisbətən sürətli və səssiz işləyən bir yaddaş qurğusudur. Həqiqətən də belədir. Flash kartı məncə bilərsiniz. Ya burada məncə fərqli bir şey yoxdur. Streamerdəki yəqin ki, yadınıza düşdü. Köhnə kasetlər vardı, lentlər. O maqnitofon kaseti, nə bilim, kasetlər, onların üçün olan lent idi. Yəni informasiyanın lenti yazır da, maqnit lenti. Ki buna demişdik bu nəsillərdə. Bu oldu 2.6 başlığı. Yine testdə suallara baxın, sonra 2.7-ni deyəcək. Görən nə öyrəndiniz? Deməli. Yaxşı, 108. Cavabları mesaj bölməsinə yazın, şifahi deməyəcək. Müəllim səhifəni deyə bilərsiniz. Ekran görmürsünüz? Səhifə 25. Gözün yoldaşlar, səhifə 25. Ekran görünmür yoldaşlar. Yazın görək. Şifahi deməyə yazaq. Çünki hamı yəni fikirlərin qeyd eləsin. Hamı yazdı mı? Yazın yoldaşlar, yazın. Hamı fikirlərin yazsın. Mən elə demədim, düzdür, səhvdir. Hamı fikirlərin yazsın. Deməli, doğru cavab bəli, B bəndə oldu. Yaxşı. A variantı niyə olmur? Çünki hard disk xarici yaddaş. F3-də. B bəndə düzdür. C niyə olmur? Streamer xarici yaddaş. Yenə də ITC var da burada. DVD-lər şeydir, xarici yaddaş. Bir də yoldaşlar, digitizer indi deyəcəyimiz sənədə informasiyanı daxil edən qurğudur. Plus da ki, streamer xarici yaddaş qurğusudur. Həm də prosesor heç nə deyil axı. İnformasiyanı emal edir. Bu heç nə yadda saxlamır. Sonra növbəti 101. Dövr böl dəqiqə demədiniz müəllim bayaq. Yo, yazın. Şifa yox. Şifa yox, yazın. Yazın vətəndaşlar.
Deməli, düz A variant. Bit bölü millimetr kvadrat. Sonra DC'lerimizden 114. Biraz süratli yoldaşlar. Süratli ve aktif. Lenç yazırsa elə bil biraz. Biraz süratli. Deməli, aha, fərqli variantlar yazanlar da var bu dəfə deyəsən. Yoldaşlar B bəndidir, əlbəttə daxili, xarici. Daimi ola bilməz. Daimi elə daxilin içindədir də. Aydın oldu. Elə əməli daimi də daxilin içindədir. Daxili və xarici olaraq bölünür. Aydındır mı? Yadda saxlayaq. Sonra nə var görək burada? Babat suallardan. İndi elə şeylər var deməmişəm. 132. Winchester. Winchester. Bilirsiniz, həm də sigaretdir Winchester. Dünəmi tələbə deyirəm. Silah da var. Boz Silah isə, o da var, bəli. Winchester. hər yerdə istifadə edə termini. Silahda da, sigaretdə də. Bəli. B bəndi yoldaşlar doğrudur, B bəndi. İnformasiya uzun müddət yadda saxlayın. Cavabları bəzilərimiz gec yazırsa. 133. Sürətli və cəld. Sürətli və cəld. Elə bilin ki, səhər-səhər metroya minirsiniz. Da deyirlər, cəld olur, cəld olur. Qapı bağlanır. Görürsünüz, sürətli cəld deyən ki, nətən. Qapı bağlandı, su. Deməli, ən sürətli, daha sürətli rəli registrdir. Yadda saxlayaq. Sonra 140. Bunu da sürətli və cəld yazın. Sonra keçək dərsin davamını bitirək. Az qalır orada. Sürətli və cəld. Sürətli və cəld. Qapılar bağlanır. Növbəti stansiya elmlər. Hamı yazıyorlar. 700 megabayt, bəli. İndi gəlin belə deyək. Necə? Yox, bir dəqiqə. Periferi qurğuları. Bir dənə davam eləyək. Bu başlığı da yekunlaşdıraq. Periferi qurğuları nədir? Giriş-çıxış qurğuları. Kontroller nədir? Bunu dedik yoldaşlar. Kontroller xarici qurğuları, yəni periferi qurğularını. Periferi qurğuları ilə bircə xarici qurğulardır. Xarici qurğular. Aydın olduğu kənardan kompüterə qoşulan qurğular. Bu qurğuları təbii ki, kompüteri tanıtmaq üçün bir mikrosxem olaraq tanıtmaq lazımdır. Məlum məsələdə qoşulma olaraq. Bir də proqram olaraq tanıtmaq lazımdır. Hansı ki, onun üçün driverdən istifadə olunur. Driver yoldaşlar, hər hansısa qurğunu kompüterə tanıdan proqramdır. Kontroller isə mikrosxem olaraq tanıdır. Yəni, məsələn, sən tutaq ki, USB ilə qoşdun. Hər hansısa qurğunu kompüterə qoşdun. O demək deyil ki, o qurğu işləyəcək. Onun görə bir də proqramını tanıdasaq kompüterə. Proqramı da tanıtmalısan ki, elə işləməlidir. Aydın oldu. Fərqi nə oldu müəllimdə? İkisi də tanıdırsa. Fərqi odur ki, kontroller mikrosxemdir, driver proqramdır. Yəni, biri qurğu, biri proqramdır. Qurğu nə deməkdir, proqram nə deməkdir? Məsələn, mouse qurğudur, amma Word proqramdır. Fərqi budur, bax. Məsəl üçün. Aydın oldu. Yəni, kontroller qurğudur, amma driver proqramdır. Proqram başqa bir şeydir, qurğu başqa bir şeydir. Aydın oldu.
İndi yoldaşlar, informasiyanı daxil edən qurğular. Hansı ki, klaviaturadır, mouse, skanner, mikrofon, grafiki planşet, buna digitizer deyirik. Web kamera, TV tuner. Gəlin bunları belə eləyək. İndi mən buradan, bunların hamısını bir-bir buradan deməyəcəm yoldaşlar. Gəlin o şəkillərini göstərim sizə, şəkillərin üzərində danışım bunları sizə. Sürətli bir formada. Çünki ona vaxtımız ancaq çatacaq bunlar ilə danışmaq. Və bunlardır. Birinci gəlir nə? Skanner. Skanner nə üçündür? Skanner informasiyanı daxil edən qurğudur. Kağız üzərindəki, daha doğrusu belə deyək də, kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. İki yerə bölünür. Elle işləyən, stol üstü. Elle işləyən bu marketlərdə olanda bildiyimiz, stol üstü də ki bildiyimiz kserokopiya yerlərində və s. başqa yerlərdə görə bilərsiniz. Stol üstü skanerlərin özləri də üst yerə bölünür. Burada qeyd eləmişik. Flatbed, sheetfed, bir də overhead. Bunlar stol üstü skanerlərin növləridir. Ki kağızı qoyursan, düyməni vursan daxil edir. Nərəsinə bir cür daxil edir də. Onun üçün bir asar sözlər də yazmışıq biz burada hətta. Onlar üçün. Növbəti TV tunerdir. Bu şeydir, elə bir crossing aparat, belə deyək. Televiziya siqnallarını kompüterə daxil edən, ötürən qurğudur. Mikrofondur. Yenə giriş qurğusudur. Digitizer. Digitizer yoldaşlar, bu dəqiqə məndə də var. Elə yazıram, siz ekranda görürsünüz qələmlə. Görürsünüz qələm yazılarını. Onun hamısını digitizerlə yazıram. Özünün ayrıca qələmi də var. Elə bir şey, mən bunu ekranda yazıram. Siz kompüterin ekranda görürsünüz. USB ilə qoşmuşuq da. Web kamera görüntünü daxil edən bir, belə deyək, qurğudur. Bir də mouse, bildiyimiz kimi də daxil edici qurğudur. Bir də yoldaşlar, o mouse-la bərabər eyni tayda olan qurğular var. Baxın, trackball, joypad, gamepad, touchpad, joystick, pen mouse. Bunların hamısı giriş qurğusu. Hamısı. Adlarını biləcəksiniz təbii ki bunların sadəcə. Belə, giriş qurğularına bağlı düşünürəm ki, vacib olan məqamları bildirdik. Növbəti digitizerlə bağlı olan əlavə bir məlumat da var yoldaşlar. Digitizerin iki əsas xüsusiyyəti var. Ekran ölçüsü, seriallik qabiliyyət. Ekran ölçüsü niyə deyirik? Çünki digitizerdə ekranda, yəqin şəklini gördünüz. Aydındır. Seriallik qabiliyyəti ekranda alınan görüntüyə görə təyin olunur. Ekranda alınan görüntüyə görə. Digitizerin seriallik qabiliyyəti dedikdə bir düymə düşən xətlərin sayı ilə LPI, line per inch, belə bir açılışı var. Bundan nəzərə alınır. Skanerin aktiv imkanları bir düymə düşən nöqtələrin sayı ilə dots per inch ilə təyin olunur. Bu biz sizin adına aslında yoldaşlar. Yəni biz nəyəsə skan eləyəndə və ya digitizer nəyəsə yazanda o ekranda alınan bir görüntü yaranır. Ha. O görüntü LPI və ya DPI ilə müəyyən olunur. Yəni bu o deməkdir. Bu o deməkdir. Periferiyada çıxış qurğuları. Çıxış qurğuları xaric etməyəni. Printer, plotter, monitor, proyektor, kolonka, səs uzaldan, bir də qulaqçıq, nauşnik. İndi burada hamısını bilərsiniz, yəqin ki, məlum məsələdir, tanış şəkillərdən. Bir dənə plotterdən başqa. Plotter nə üçün yoldaşlar? Reklamları, xəritələri, yəni böyük ölçülü kağızları sap edir, qısacası. Böyük ölçülü kağızları, vərəqləri sap edir. Sonra, əlavə olaraq səs uzaldanlar var ki, akustik sistemlər, bunlar audio məlumatları dinləmək üçün də çıxış qurğuları hesab olunur. Hansı ki, musiqiçilər ancaq istifadə edilir. Sonra printerin növləri, təsnifatı var. Sonra plotterlərin. Printerlər iki yerə bölünür. Zərbli, zərbsiz. Bilirsiniz niyə buna zərbli, zərbsiz deyilir? Zərbsiz, belə bir deyək də, yəni sakit, çox da sakit deməyək, yəni normal formada işləyən printerlərdir. Yəni ta zərblə vurulmur da kağızın üzərinə hərf. Amma zərfli isə, yəni bunlar iki yerə bölünür. Literli, matrisli. Bunlar bir sizə hansılar yollarsa. Dactylo deyirlər ama keçmiş printerlərdir. Gəlin onu göstərim sizə. Bu tipli bir qurğular idi də belə bax. Yazırdın, kağız saplanırdı, növbəti sətrə düşürdü. Elə matrisli budur bax. Bu şey. Bu formatda olan. Aydın oldu. Literli də bunun bir əvvəlki versiyasıdır. Səhv eləmirəmsə belə bir qurğu kimi olmalıydı ya belə bir şey olmalıydı.
Aydındır. Bunlar tarixi, yəni qurğular sayılır da bir növ. Hal-hazırda istifadəyə yararlı deyil. Bunlar biz sizlərdə görə. Özə bunları onu deyim ki, onlar bunların üzərində təbii ki o hərflər var. Hərfləri bir-bir yazırdı, çap olunurdu kağızın üzərinə. Bildiniz? Bunu biz sizlərdə görə bilərsiniz. O səsi də çıxırdı. Bu türk kinolarına görə bilərsiniz. Adətən o məhkəmələrdə olur. Hakim deyir, yaz kızım. O da yazır. Aydındır. Belə. İndi literlidə çarx çəkil sözləri var. Matrisdə isə iynə sözü var ki, onu yadda saxlamalısınız, vacib məqamdır. Sonra şırnaqlı lazer termiki artıq bunlar müasir dövrdə olan belə deyək, printerlərdir. Şırnaqlı bilirsiniz hansıdır? O mürəkkəb kraska hesabına çıxanlardır. Belə deyək ki. İndi onu mən sizə göstərərəm yoldaşlar. Dəqiqə şırnaqlı yazanda o kənarında kraska de bunlar da. Kənarında şey var bunların. Bu rəngli kağızları falan satmaq, həm şəkilləri satmaq üçün. Sonra lazer printer bizim o müasir dövrdə istifadə etdiyimiz ən çox lazım olan printerdir. Hansı ki, bütün iş yerlərində var demək olar ki. Hal-hazırda. Yəqin ki, aramızda müəyyən iş yerlərindən işləyənlər var da bilərsiniz, görürsünüz. Lazer printer nəyin hesabına çap eləyir? Bunun içərisində katrici olur. O katricin içərisində toz qarışıq deyirik də biz ona. Toz kimi olur. Tonerlə doldururlar. Ona toner deyirik. Və onun hesabına da çap eləyir. Bir də termiki printerdir ki, o da əslində bildiyimiz post terminallardır elə demək olar. De bunlardır. Marketlərdə, apteklərdə gördüyümüz bir şey. Bu da belə. Printerin yoldaşlar əsas xüsusiyyətləri var. Çap, rəng, görürsünüz. O məntiqlə yadda saxlamaq olar da bəzi məqamları. Aydın oldu, çap, rəng sözləri. Yəni sırf printer aid olan xüsusiyyətlər. Bir də xüsusiyyətlər haqqında mən sizə bizim mövzunun sonunda var göstərəcəm. Plotter dedik nədir? Bunun da növləri var. Çap texnologiyasına görə növləri var. Quruluşuna görə barabanlı planşetdə olur. Bir də çap məhsulunun ölçülərinə görə A0, A1 formatlı kağızlarda rulon tipli olur. A3, A2 formatlı kağızlarda planşet tipli plotterlər olur. Kağızın ölçülərinə görə dəyişir də. Kağızın ölçülərinə görə dəyişir. Bir də yoldaşlar, burada nə var? Çox funksiyalı qurğular. Yəni bir gövdədə birləşən printer, skaner, sürət çıxardan, bəzi hallarda isə fax, çox funksiyalı qurğu və ya kombine adlanır. Bu bilirsiniz nədir? O elə iş yerlərinizdə bunu əsas görə bilərsiniz. O üçü birində qurğular deyirlər bəzən. Həm kserokopiya eləyir, həm print eləyir, həm də skan eləyir. Aydın oldu yoldaşlar. Belə qurğular var da mümkündür. Satış yerlərinə var. Və bu çox funksiyalı qurğu o deməkdir. Bir neçə əməliyyat icra eləyir. Və həm giriş, həm çıxış qurğuları. Həm giriş, həm çıxış, səs kartı, modem, şəbəkə kartı, touchscreen, fax, disk sürücüləri. Bunlar həm giriş, həm çıxış qurğuları hesab olunur. Yəni ki, həm daxil olunur, həm də xaric olunur eyni zamanda. Aydın oldu. Onların da burada belə deyim, şəkilləri var, görə bilərsiniz. Touchscreen bu bildiyimiz elə sensor ekranıdır, telefonlarımız. Sonra fax aparatı budur. Bunları şəkillərini göstərəcəm sizə. Yəqin ki, iş yerlərində işləyənləriniz görərsiniz, bilərsiniz. Fax aparatı çox yerlərdə var da demək olar. Telefon sayını işləyir, yoldaşlar, xətti ilə işləyir. Belə bir qurğudur. Sonra orada dərslikdə görə görün nə qaldı, hansı şəkillər qaldı. Bunlar dedik. Sonra səs kartıdır, belə bir... Səs kartı nədir yoldaşlar? Bu sayıda kənardan bildiniz hansıdır bu? O göy, qırmızı, sarı, yaşıl, qoşurdur bu. O vaxt DVD-ləri, kasetləri, səsləri tənzimləmək üçün də. Hətta bunu şeydə qoşurlar, bu crossing aparatlarına qoşurduq. Səs kartı çox orada istifadə olunur. Düzə, adi kompüterin özündə də var, məlum məsələdir. Səs imkanlarını tənzimləmək üçün. Sonra şəbəkə kartı və ya modemlər. Modemlər iki elə bölünür, daxili və xarici növləri var ki, kənardan qoşulur, yəni bu mənada. Modem nədir? Qlobal şəbəkəyə çıxışı təmin edən bir qurğudur, təbii ki. Sonra növbəti yoldaşlar, şəbəkə kartı, buna NIC deyirik, Network Interface Kart.
Daxili və xarici növləri var ki, buradan da görə bilərsiniz. Şəbəkə kartı bilirsiz nədir bu hissəsi? Sevdi yollar sonra internetə qoşulmaq üçün. Aydındır. İnternetə qoşulmaq üçün məlum. O ağ şpilka kimi olur ya başlığı. Bura keçirdirik də biz demək olar ki onu. Evdə də var, ruturda modemin arxasına qoşulur. Bildiniz? Və bu odur. Bunların xarici növləri var ki, görə bilərik. Çox funksiyalı qurğular, bunlar da demək olar ki, burada qeyd edirik. Bir dənə son qeydlərimiz qaldı. Nədir o? Elə dərsin içində danışdığımız şeylər. Əlavə 1, dəqiqə çox getdim yuxarı. Əlavə 1, əlavə 2 və əlavə 3. Əlavə 1 ilə 3-ü demişik. Bir dənə əlavə 2-ni mən buradan hətta əlavə 2-də də bəzi şeylər demişik. Kompüterin xüsusiyyətləridir, prosesorun xüsusiyyətləridir. Bunlar hamısını demişik. Bir dənə monitor və printer aid olandır. Printer və yaxud dedik monitorda qaldı. Monitor da hətta keçən dəfə demişdik. Amma yollar sonra məntiq ilə necə yadda saxlaya bilərik? Mən sizə bir o alternativ üsulları deyim təxmini. Görünür demək olar ki. Monitor deyirsə, burada nə ola bilər? Ekran sözləri var. Sonra piksel sözü var. Bildiniz, seyrəlik qabiliyyəti, monitora aid ola bilər. Açılış, piksel, haradasa müşahidə eləmək. Monitora aid olan xüsusiyyətlərdir. Amma printerdə çap sözləri var. İşləməsidir, rəngdir. Aydın oldu. Qiyməti də haradasa aid ola bilər printerin. Çünki printerin qiymətləri dəyişir demək olar ki. Standart bir qiyməti yoxdur printerə görədir. Belə. Bunları bu formada yadda saxlamaq olar. Bunlar oldu. Bu oldu bizim ümumiyyətlə ikinci mövzunun vida mərasimi. Hardware mövzusu. Canınızı tutardı axırıcı. Müəllim, bəs bu gün niyə keçdiniz bu dərsi? Mən onlaynla bugün qoşuldum deyə ona görə qarışdırdım. Mənə dedilər ki, 5 onlayn olacaq. Yox, biz bu intensiv qrupda oktyabrda başlamışıq. Biz bunlarla geridəyik. Yox, onu demirəm, mövzunu Hə. demirəm. Dərsin vaxtını deyirəm. Niyə bugün keçirildi? 2-5 deyil. Yox, 2-5-də o bir günlük belədir. Biz Rəşad müəllimlə, bizdə məntiq müəllimi Rəşad müəllim də onlaynda. O mən, yəni onunla danışmışıq ki, bir dərslik indi olur da indi insan Hə, yəni bundan sonraki, yəni hə, bundan sonrası beşinci yəni 2-5 olacaq, narahat olma. Bir dərslik elə olur. Hə, dünən keçməmisiniz, bugün keçdiniz, onu deyirsiniz? Bəli, eyni şeydir. Dünən keçməmişik, bugün keçdik. Hə, anladım sizi. Çox sağ olun. Buyur. %31. Yazın görək bunun cavabını. 131-in cavabını yazın. Sürətli və tez. Yazın görək bundan sonra şeyə baxacağım. Sizə deyil müəllim. Hə? Sizə bəndə deyil. Yox, dedik yollar sonra yazın da. Ha, üzr istəyirəm. Şırnaqlı lazer termiki. Bəli, 3, 4, 5. Doğrudur. Sonra. %79. Sürətli və cəld. Yazın görə yoldaşlar. %79. Bəli, A variantıdır. Rəng, çap. Bir dənə əməliyyat prinsipi var ki, o da bura.
184. Yazın. Cəld və sürətli. Cəld və sürətli. 184'te B bəndidir. Flash yaddaş. Buna yollar həm də EPROM dedik. Yaz bax, daimi yaddaşım dəyişdirilə bilən. EPROM. Yadda saxlayaq. 195 də deyin. Son olarak. 195. Cəld və sürətli. Cəld və sürətli. 195. Bəli, B bəndidir. Mikroprosesorla operativ yaddaş arasında. Doğrudur. Ama birinci səviyyəli mikroprosesorun öz daxilində ediyorlar. Esin. Mən qayıtdım ara. Yenə sayı sisteminə. Axırıncı və 220'ye qədər baxmışsın, ha? Səhv eləməmsə elə olmalıydı. Yoldaşlar, bildiniz ev tapşırığı nə olacaq? Testin hamısını yazmaq. 248 dənə sual var. Hamısı yazılacaq. Əsas odur. Bir də dərs oxuyacaqsınız. Müəllim, mənim sualım yoxdur, çıxa bilərəm. Kim idi o soruşan? Elmdə. Tamam, yaxşı. Çox sağ olun. Buyur. Sayı sisteminin sualları. Axırıncı vara qədər baxmışsınız yoldaşlar. Mən səhv eləmirəmsə Say sistemi nədir ki? bizim əvvəlki keçdiyimiz bir mövzudur. Mən onda bunun testini işləyə bilmərəm ki. Daha hələ ki, hə. Siz ancaq mən sizə izahları falan göndərəndən sonra baxa bilərsiniz. Müəllim 220'ye qədər elə deyəsən baxmışdı. 228'də sualım vardı, baxa bilərik. Əlbəttə, niyə baxmırıq? 228. Kimin sualı varsa yollarsa qeyd eləyər. Yaxşı. Ümumiyyətlə 28-29. Düşünürəm ki, bu suallar vacib məsələlərdir. Biraz mən çalışacağım bunlarla bağlı ətraflı izah verim sizə. Onluq sayı sisteminə verilmiş 16/4 ədədinin ikilik sayı sistemində yazılışında olan sıfırların sayı. Nə deyirlər? Onluqdan ikiliyə keçiriksə, 2'nin qüvvəti kimi baxırıq. Niyə? Ümumiyyətlə, onluqdan istənilən sayı sisteminə keçəndə həmin sayı sistemin qüvvəti olaraq baxmağımız daha məqsədə uyğundur. 16/4'ü yazıram. 16 necə yazara bilərəm? 2/4 elədi 216. İndi bu da nə deməkdir ikilikdən? Bir dənə 1, 16 dənə 0 demək. Düzdürmü? Mahiyyət olaraq. Yəni bu deməkdir bu mənası. Bir dənə 1, 16 dənə 0. İndi bizə sıfırların sayını istəyir 16 dənə. Bunu tapdıq. Bu 1. Növbəti 16'lıq sayı sistemindəki, yəni 16/4 ədədinin 16'lıq sayı sistemində yazılışında
Yoldaşlar 16 üstü 4. El 16'lıqdadır da. Hardan bildik? Çünki 16'nın qüvvətindədir ona görə. Əgər bu 16'nın qüvvətindədirsə, deməli 16'lıq sayı sistemindədir. Və burada da sıfırların sayı elə üstü qüvvət qədərdir. Aydın oldu. İndi 16 dənə sıfır yuxarıda, 4 dənə sıfır burada. Bizə də neçə dəfə çoxdur? 4 dəfə. Doğru cavab Evan'dır. Aydın oldu. Yəni mən burada düşündüm ki, 16 dənə sıfır varsa, biz axı 16-lığa keçəndə bu ikilik say 1, 2, sistemində 4, 16 8 dənə qaydasında. sıfırda. Aha, bəli, düşündüm ki, sıfırdasa sıfırların hamısı gedir. Yəni 16-lıqda da sıfır qalmır. Yo, orada qalır əksinə. O elə olmur axı. O birisi necə olur? 216 dediyi bir dənə 1, 16 dənə 0. Düzdür. Hı -hı. O belə olur. Bax 1 mən tutaq ki yazıram da. Məsələn 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Mən də bu ikilikdə olur. Siz bunu 16-lığa çevirirsiniz. Əksinə siz bunu 4, 4 ayrı 1, 2, 4, 8 yazırsınız. Keçid qaydasına əsasən. Heç biri yoxdursa, yəni 8, 4, 2, 1-in heç birindən almırsınız. Bu 0 deməkdir. Elə bir dənə 0 deməkdir. Aydın oldu. Əksinə o bir dənə 0 deməkdir. Mesela sıfırın kodu 16'lıqda. Bax 16'lıqda hər bir rəqəm, ikilikdə 4 dənə rəqəmdir ümumiyyətlə. Ya biz ikilikdə 4 dənə 0, 16'lıqda bir dənə 0 deməkdir. Bunu yadda saxlayın. Bunların hamısı 1, 2, 4, 8 kimi ayrılıb 0 olur. 1, 2, 4, 8. 1, 2, 4, 8. Qabaqda da bir dənə 1. İndi 1 ilə başlayır, 4 dənə 0 olacaq. Elə həqiqətən də bir dənə 1, 4 dənə 0 deyil. Elə biz onu dedik də 4 dənə 0 buydu. Mən burası asan yolunu dedim də sizə. 16 üstü 4, elə 16'lıqdadır 4 dənə 0 deməkdir. Başa düşdüm. Müəllim, Bəs məsələn 8 üstü 14 deyəndə bu da deməkdir ki, 8-likdədir. Əsas yəni Ay rəqəmə sağ ol. baxırıq. Bəli, möhtəşəm. 8 üstü 14, 8-likdədir o deməkdir. İndi onu çevirəcəyik 16'lığa. 8-dən 16'lığa birbaşa keçid olmadığı üçün, məsələn 229-cu sualda ikiliyə gətirəcəyik artıq. Anladım. Bura ilə bağlı sual olan var. müəllim 231-ə baxa bilərik bir də. Yo, gözləyin. 29 sonra 30 sonra 31. Çünki suallar var burada. Bir dənə bunları cavablandıraq. Çünki burada yoldaşlar qeyd ediblər ona görə. Yoldaşlar 8 üstü 14'ü mən çalışacağım sizə bir neçə yolla izah edeyim. Mən birinci 8'i 2 üstü 3 kimi yazıram. Üstü 14. Ki başqa şansımız yoxdur onsuz. Yəni ikiliyə gətirib oradan 16'lığa keçməyə çalışacağım. Bu elədir 2 üstü 42. Ya vurma kimi baxırıq da bura. İndi yoldaşlar bu təyini mən düz oturub 42 dənə 0 yazmayacağım. Düz bəyə 16 dənə 0 deyə yazdım da. O az idi. 42 dənə 0 burada yazana qədər mənasız vaxtımız gedir. Belə halda nə edəyik? Bu bir dənə 1, 42 dənə 0 deyil. Mən də müəyyən qədərini yazıram. Müəyyən qədərini. Nöqtələr. Yəni təsəvvür edin ki, 42 dənə 0 gedir də. O təsəvvürü gözünüzün qabağına gətirin. Bu ikilikdə olur. Bunu 16'lığa niyə çevirim? Çünki 16'lıqda istəyir bizdən. İri yoldaşlar, siz normalda bunu sağdan ayırıb 1, 2, 4, 8 yazmayacaqdınız. 4, 4 ayırırsınız da. Elə mən 42-ni 4-ə bölürəm də. 42-dən də 2 dənə 0-ı qabağa atıram. 40 dənəsi təmiz bölünür də 4-ə. Razısınız? 42-ni 4-ə bölünür 10 dəfə düşmür yoldaşlar. Bəli. Bu tam düşürdü 10 dəfə. 4, 4'ə. Niyə 4'ə böldüm? Çünki 1, 2, 4, 8-də 4 dənə rəqəmdir. O 2 qalır. O 2 bilsiz nədir? Qabaqda olan bu 2 dənə 0'dır. 2 dənə 0, 1 dənə. İndi o 1 heç 2 dənə 0'dır. Başa düşdünüz? Ona görə bunların hamısı 0 oldu. Geridə qalanların hamısı 0 olur. Ona belə çıxır ki, o 2-ni nəzərə almasam qalır. O 2 qalır budur da, bu 1, 2, 4, 8-də bunlardır. Ən qabaqda olanlar. O 2-ni nəzərə almasam, deməli 10 dənə 0 vardı onda burada. Bildiniz ya? 40'ı 4'ə böldüm də yoldaşlar. Sözcüyə variant. Hətta qabaqda da 4 ilə başlayır. Bir dənə 4, 10 dənə 0 olur davamında. Ya bunu belə əldə edə biləriz. Ya da bunun bir dənə alternativ yolu var. Nədir?
Ümumiyyətlə ən asan yolu budur ki, 42-ni 16-da dediyi üçün 4-ə bölürəm. 16-da istədiyi üçün. Çünki 16 2 üstü 4 deməkdir ona görə. Həmişə tam hissə sıfırların sayını bildirir. Yəni onun özü var ha burada tam hissə. Qalır 2 qalır axı. Tam hissə sıfırların sayını bildirir. Su. Ya da nə edə bilərik? 2 üstü 42-ni belə də yaza bilərəm. 2 üstü 4 üstü 10. Niyə? 42-ni 4-ə bölürəm. Yəni 2 üstü 4 16-nın qüvvət kimi yazmağa çalışıram da. Vurulsun 2 üstü 2. Eyni şeydə 2 üstü 42 eləyir. İndi burada mən bunu belə yazırım. 2 üstü 4 nə deməkdir? 16. 16 üstü 10 vur 4. Yenə üstü qüvvət qədər 0 var 10 dənə. Su. Mesela bu da bir kısa yoldu. Hansı yolu dərk edirsiniz? Onu öyrənin. Misallarını mən bir neçə yolla izah eləməyə çalışıram sizə. Çox sağ olun müəllim. Buyurun. Bu da belə. 230 da var imiş. Yoldaşlar bu asandır mı? Olan qüvvətləri bir yazırsız, olmayanlara 0. Verib də sizə. Mən bunu kənarda yazım. İki üstü 6 var, bu 1'dir. 6'dan sonra 3 gəlib. Arada 2 üstü 5'dən 4 yoxdur. Qüvvətlərə baxın. Bir də ən böyükdən ən kiçiyə də 0'a qədər gələcək. 5'dən 4 yoxdur. 2 üstü 3 var. 2 üstü 2, 2 üstü 1 var. Bir de 2 üstü 0 yoxdur. Dözüm yazdım buraya. Bu ədəd budur. İndi bunu 16'lığa çevirəcəyiz. O olmayan qüvvət 0 deməkdir. Yadda saxlayın. Yenə deyirəm. Arada olmayan qüvvət 0 deməkdir. Bunu 16'lığa çevirəndə 1, 2, 4, 8. Burada qalır 8, 4, 2 neçə edir? 14. Cəmini yazırsınız. Burada da elə bir dənə 4 qaldı. Cavab 4 ilə. Biz sizə niyə hərflə qeyd edirik? 16'lıq sayı sisteminə keçirsinizsə, orada rəqəm söhbəti, yəni 9'dan böyükləri hərflə qeyd eləməlisiniz. Yəni ədəd söhbəti olmur. Ayrıca. Hə, indi 230'dan sonra 231 dediniz bə. Kimin dedim? Müəllim. O da Elə eyni önəmsiz. qayda ilə. Elə ön əmsallardır da. 14, 7, 5, 8, Y variantı. Ədədin özünü istəyirsə, ön əmsallardır. Yəni 16 üstü 2 var, 14'dür. 16 üstü 1 var, 5'dir. 16 üstü 0 var, 8'dir. Ön əmsallar, ön əmsallar. Aydındır müəllim. Belə işlər. Başqa sual olan var, yoldaşlar? Desin baxaq. Müəllim 241. Əlbəttə. Deməli görək nə sualdır. Müəllim, 240. bu dərsin nəsə bir nəzəriyyəsi var mövzunun. Nəzəriyyə də var, video izahımız da var. Onları mənə atarsınız zəhmət olmasa. Əlbəttə, linki Mənim o göndərəcəm. nəzəriyyələri mənə atarsın. Olmasa. Hə, kitab Yaxşı götürməm. qavramam. Kitab götürməmişsə, Kitab- yoldaş. Yo, əlavə öz qeydiniz varsa onu deyirdim mən. Yo, əlavə qeyd yoxdur. Bu hesablama mövzusu ilə bağlı əlavə qeydimiz yox. Nəzəriyyə ilə bağlı Ha. var. Məsələn, hardware mövzusunda ola bilər. Ki, əlavə qeydləri göndərirəm. O başqa məsələ. Amma bu misaldır. Yəni bunun əlavə qeydi yəni yoxdur. Bunun əlavə qeydlərini ancaq özümüz izahlı deyirəm ki, hə, məsələn, bunu belə həll edə bilərsiniz. O mənada. Yaxşı. Deməli yoldaşlar, mənə yazarsınız ha, ki, yəni göndərərəm. Bu kimlərdə yoxdursa. Çünki mənim yadımdan çıxacaq bilmirəm də. Deməli, 52 üstəgəl 62 əməlini ödəyən ən kiçik əsas. Ən kiçik əsas burada elə belə demir ha. Yoldaşlar, bu buradan görünür ki, onluq sayı sistemindədir. Amma belə çıxır ki, bu 8-lik sayı sistemində də ola bilər. 9-luqda da ola bilər, 7-likdə də ola bilər. 6-lıq sayı sistemi ola bilməz. Niyə? Çünki bunun indeksini 6 yazsam 6-lıq sayı sisteminin 6 ola bilməz axı. 6-lıq sayı sisteminin 6 olmaz axı yoldaşlar. 6-lıq sayı sistemi 5'ə qədər ola bilər. Deməli, bunun ən kiçik ödəyən əsası 7 ola bilər.
7'li sayı sistemini ödeyə bilər. Çünki 7'li sayı sistemi rəqəmləri 0, 1, 2, 3, 4, 5, 6'dır. 6'ya qədər. Müəllim, ən böyük desəydi 16-lıq olardı. Yo, en böyük soruşmayacağız. Heç vaxt. Onu deyə bilməz. Çünki biz düzdür, imtahana görə 16'lıq kəsirik. Amma onu heç vaxt deyə bilməz. O dəqiq deyil ona görə. Aydındır. Ən kiçik əsas Aydındır, aydındır. Aha. Ən kiçik əsasa görə yoldaşlar. Ən böyük rəqəm burada 6 olduğu üçün minimum 7 ola bilər. Minimum. Yəni bunu ödədiyi sayı sistemi oldu 7. İndi burada 1, 1, 0 ədədi 7'li sayı sistemində çoğunluq sayı sistemində deyir nəyə bərabər? Çevirəcəyiz sonluğa 0, 1, 2. 7'nin kvadratı 7 üstü 1. Bu da elədi 49, 7. O birisi 0'da, o birisini yazmadım. 56. Doğru bir variant. Növbəti. Yoxdur ki. Hamı getdi yatmağa. Bunlar niyə çıxdılar dərsləncə? Kefdədilər valla. Müəllim 250-yə baxaq da. Əlbəttə. Deməli, yoldaşlar, bizə nə deyir? 16 sayı sisteminə verilmiş rəqəmləri fərqli ən böyük rəqəm nədir? Mən 16 rəqəmləri F, hansı? Y. Bəli, 0, 9, A, B, C, D, Y, F. Ən böyük təbii ki F'dir. İndi rəqəmləri fərqli dediyinə görə F olacaq. Bildiniz. Bunu hansı sayı sistemində istəyir ikilikdə? Və burada neçə dənə 1 var deyir. Söz çevirir. 1, 2, 4, 8. Eyni qayda. F nədir? 15. 15 ilə bunların hamısının cəmidir. 4'ü də 1'dir. Yenə də 14. 14, 8, 4, 2'dir. 1, 1, 1, 0. 7 dənə 1 var. Bildim müəllim. 52 nə deyərik? Bəli. Aydın oldu. Bəli, bəli müəllim. Şahik bəy, sizin sualı düzdürmü? Bəli müəllim. Neçənci sual deyirsiz? Yo, elə 152. o indi için derdim ha. O bayaq Bəli, bəli. 52. Deməli yoldaşlar, 52. Bizə deyir ki, onluq sayı sistemində rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəm nədir? Onluq rəqəmləri 0-dan 9-adır. Rəqəmləri fərqli deyirsə 102-dir. Aydın oldu. Niyə? Çünki 0 neçədən başlamır, 1 ilə başlayır. Əgər 1, 0, 0 olsa rəqəmlər eyni olur, 2 dənə 0 var. Rəqəmləri fərqli deyir. Fərqli deyirsə fərqli olmalıdır. Yaxşı mı? 102. Bizə deyir ki, bu ədədin ikili sayı sisteminə çevrilməsindən alınan birlərin sayı. İkiliyə çevirəsiniz, birlərin sayını istəyir. Bir də 16'lıq sayı sistemində ən böyük rəqəm nədir? Ən böyük F deyil, 3 rəqəmin üstünə F olurdu yoldaşlar. Bununla ikiliyə çevirəndə yenə birlərin sayı. Yine her ikisini tapıp orada müqayisə edəcək ki, görün neçə dəfə fərq edir. Yoldaşlar, sizə bir söz deyim. Elə bir dənə F 8, 4, 2, 1 hamısının cəmidə 15. Elə 4 dənə 1'dir. Bir dənə F 4 dənə 1 ise 3 dənə F 12 dənə 1. Deməli burada 12 dənə 1 var. Aydın oldu. Bu tapdıq, bu hazırdır. 102'lik Orada niyə 4 dənə 1 oldu? Onu başa düşmədim tam. Çünki F15'də axı. 16'lıqdan 2'liyə çevirəndə qaydamız nədir? 1, 2, 4, 8 yazırıq. F 15. 15 nə deməkdir? 8, 4, 2, 1. Elə hamısının cəmidir. Hansı rəqəmlərdən istifadə edirsiniz, sonra 1 yazırsınız. Etmədiyinizə 0. Qayda olaraq belə idi də. Çevirmə qaydası. Məsələn 14 olsaydı. 14 olsaydı. 14 nə deməkdir? 8, 4, 2. Cəmləyəndə 14 eləyirdi. 8, 4, 2. Onda 1, 1, 1. 1'in aşağısına 0 yazacaqdım. Niyə? Mən bu 1 rəqəmini istifadə eləmədim.
14 alanda. Aydın oldu. Ümumiyyətlə biz 8, 4, 2, 1 rəqəmlərindən istifadə edib 16-lığın bütün ədədlərini kodlaşdıra bilərik. Bu mümkündür. İndi aydın oldu. Bəli, bəli, bildim mənim. Sonra yoldaşlar 15'te 12 dənə 1, bir də 102-ni çevirək. 102-ni yazmaq üçün ən rahat yol 2-nin qüvvətlərindən istifadə etməkdir. Yəni 15-də istifadə etsəydik, o 1-i də götürəcəkdik, 15 olacaqdı. Amma 14-də 1 Bəli, olmadı. O görə. bəli. Aha, aydındır mənim. 102-ni yazmaq üçün 10-dan 2-yə çevirmə qaydamız ya 2-yə bölə-bölə getməkdir yoldaşlar. Ya da 2-nin qüvvəti kimi yazmaq. 64, 32, 96, 6 çatışmır. 6-nı belə yazıram. 2 üstü 2, 2 üstü 1. İndi 2 üstü 6 var, 1'dir. 5 var, 4 yoxdur, 3 yoxdur, 2 var, 1 var, 0 yoxdur. Ədədimiz budur bax. Yəni olan qüvvətlərə 1 yazıram yenə. Olmayan qüvvətlərə 0. Burada da 4 dənə 1 var. 4 dənə. Yəni 4 dənə 1 buradadır. 12 dənə də 1 aşağıdakındadır. Arada 3 dəfə fərq elədir. Aydın oldu. Vay yoldaşlar, say sistemi elə bir mövzudur ki, bunu konkret başa düşmək lazımdır. İndi görədə nə edə bilirik? İzahlara çoxlu baxın ki, görün nə olur. Nasıl öyrənə bilirsiniz. Olsa bilirsiniz də bunların qaydaları gedib hamısı. Növbəti sual var, başqa kilməsə. Müəllim, 244-də bu tipli suallarda belə baxırıq ki, məsələn 2 üstü 10 1024-dür. Bir vahid az olanda hamısı 1. Ancaq ki, amma Hər ki, zaman tutaq ki, keçərlidir. Aha. məsələn bu variantdan başqa onluqdan ikiliyə keçmə kimi eləyəndə məsələn mən alındıra bilmədim. Elə Ya iki- olmaz. 2-yə böləcəyik, müəllim. Ya Bölə-bölə gedəcək. 2-yə bölə-bölə getməlisiniz. Ya da ki, 2-nin qüvvətləri kimi yazsaq, ya orada bir dənə 1 çatışmır da onsuz. Amma mən ən asan yol bilirsiniz nədir? Ən asan yol nədir? Mən sizə bir söz deyim də. Bu 1023-dən növbəti sonraki 1024 gələk. Bu da 2 üstü 10-dur, düzdür. Yəni həmişə qüvvətdən bir dənə əvvəlki ədəd istəyəndə hamısı 1 olur yoldaşlar. Hamısı. Aydın oldu. Hamısı 1 olur. Hər zaman. Bax, sizə bir söz deyim. Məsələn, 15-ə bayaq nə dedik biz? 4 dənə 1 F-ə. Yadınızdadır. F 15-də 16-dır. Dedik 4 dənə 1. 16 bilsiz nədir? Bir dənə 1, 4 dənə 0. O bilsiz nəyə əsasən olur? 15-in üstünə 1 gələndə 16 eləməyir. Elə bil ki, bu 1-lərin üstünə, bu 4 dənə 1-in üstünə bir dənə 1 gələndə qabaqda bir dənə 1 hamısı 0 olur da qalanı. Bu bilsiz nəyə yoxdur yoldaşlar? Elə bil ki, 9-un üstünə 1 gələndə 10 eləməyir. Hə? Bildiniz nə demək istəyirəm? Eyni prinsipdə, eyni yanaşma. Anladım, 2 bəli. rəqəmli ədədə gəlir də artıq. Bildiniz necə? 2 rəqəmlini bir dənə azaldırsınız. Elə bir ki, burada. Rəqəm sayı bir dənə azalır. Növbəti. Sual olan var. Müəllim, bir də axırıncı 254-də baxaq da çox xahiş edirəm. Əlbəttə. 254. Ay Mən mən, orada cavabı səhv almışam. Aha. müəllim, bunlar çox çətin gəldi mənə. Bunları mən necə öyrənəcəm? İnşallah öyrənəcəksiniz narahat olmayın. Bunlar birbaşa suallardır axı. Siz birinci dərsin izahına baxsınız daha yaxşı olar. Bu dərs deyil axı. Biz test suallara baxırıq. Siz birinci dərsin izahına baxsınız daha yaxşı olacaq. 254 yazdım, tamam. 16 sayı sisteminin ən böyük o F, ən kiçik simvolu 0. Birləşən isə bit yer tutur. Ümumiyyətlə yoldaşlar 16-da hər rəqəm 4 bit yer tutur. Üstü qüvvətinə görə. Yəni hər biri 4 bitsə, cavab 8 bit. Anladım. Müəllim, mən burada simvol kimi yox, rəqəm kimi götürmüşəm. FF bir də 10. Yo, elə baxmırıq, yaxşı mı? Çox sağ olun. Buyurun. Növbəti sual.
Yoxdur çox. Onsuz yoldaşlar növbət dərsi yenə baxa bilərik, problem deyil. İndi bu gün nə varsa bildirin. Müəllim, bir dənə sual verirəm. Siz bayaqları az əvvəl 210-u o 111 şəklində. Mən dedim belə-belə gedək. Siz daha asan yolları o 210 Bəli, əlbəttə. 1024-ü. Hə, onu tam başa düşmədim. 1024-ə niyə çevirdiniz? 210 formasında yazdınız. Bu mən biraz Ya o nəyə görə elə dedim? Bu 1023 ədədini. Ümumiyyətlə 1023 sözü qüvvət deyildi. Bundan sonraki ədəd 1024-dür. Mən asan yol olaraq demək istəyirəm ki, bu 210 deməkdir, qüvvət. Həmişə. Məsələn, tutaq ki 512-də, 209-da. Bundan əvvəlki bir dənə ədəd nədir? 511. Yəni demək istəyirəm ki, üstü qüvvətdən bir dənə əvvəlki ədədi istəyirsə, bunda cavab hamısına 1 olacaq. İkilik əsasına yazılışında. Asan yol olaraq dedim. Hə, tamam. 209 olsaydı, yox da yəni hər nəsə bilim başa düşdüm. Hətta 209 olsaydı o da 1-1-1-1 gedəcəkdi də, yəni elə hə. 209-dan əvvəlki ədəd 511-i çevirəndə 1-1 olacaqdı. O, Amma 209-un özü bir dənə 1, 9 dənə 0 deməkdir. hətta yəni orada 1023-ün əvəzinə 511 versəydi, yenə cavab Y variantı olardı da, elə çıxır ki. Hə, ayısı. İndi düzdür, bu qədər 1 olmayacaqdı. Biraz az olacaqdı da sayı. 511 biraz balaca Hə. da daxil 1023-ə nisbətən. Amma yenə birlərin olacaq nəticə, bəli, 100%. Tamam. Müəllim, bir dənə sual verə bilərəm. Bəli. Bu hissənin kaydı var da, kayd edirsiniz hazırda. Bu dəqiqə kayıtdadır, bəli, əlbəttə. Şey işte. Okey. Yəni, Bu başa dəqiqə kayıt düşmədiyim gedir. bəzi hissələri var, ona görə çox şey eləmək istəmirəm, amma ki, baxaram kaydı təzədən başa düşürəm Ha, yəni. baxarsınız, lazım olan sualları yenə verərsiniz. Bir də müəllim, bir dənə orada sual var idi, cüt ədədi seçin. Keçən dəfə dediyim tema, yəni düzdür də, cütlə bitirsə cütü Hə, tək. sonu cütləmsinizsə cüt, təklə bitirsə tək. Hə, heç nə. Hə, deyə o budur da 256 Hə, məsələn. hə. Sonra 0 ilə qurtarır cütdür 1. Sonra 6 ilə qurtarır cütdür 2. İndi bu 1 Təkdir, ilə o qurtarır təkdir. təkdir. B11-dir təkdir. 1 Təkdir, təkdir. təkdir. Bir də C12 cüt. Cütdür, 1, 2, 6 hissə. Nəyin tez? Necə? Ədədi fərqli say sistemində verəndə sonu cüt ədədsə cütdür ədəd, onluq say Tək sistemində. olanda təkdir. Təkdir. Cüt nə deməkdir yoldaşlar? Sonu 0, 2, 4, 6, 8, 10, 12. Yəni bunlarla bitənlərdir. Cüt, yəni sonu cüt olanda biz ancaq cütü ona görə nəzərə ala Yəni bilirik. bir də 257-yə baxa bilərik. Bu suallara baxmamışam sözün açığı. Bir dənə o 257 mənim maraqlıdır. Onluq say sistemində bir simvol Bax, onluq sayı sistemində yaddaşda tutulan yeri tapmaq üçün kitabda da vardı bu. ikiliyə keçirdik, yoxsa Yox, yox? qüvvət kimi baxırıq, bəli. Və Hə, qüvvəti bir dənə artıq, düz. Bəli, qüvvəti bir dənə artıq götürürəm. 6 bit. 1 6. oldu be. Bu kitabda var idi, bəli. Narıncı formada yazılmış. Biz onu söyləyib bir də 2 üstü 5 yazdınız, plus 1 6 bit oldu, düzdür? Hə, üstü qüvvəti bir dənə artıq götürürsün həmişə. Kəsərlidir. Fərqi yoxdur hansı say sistemində olur olsun, hə? Yox, onluğa aiddir. A. Onluğa Bəs yaxşı, aiddir. onun Yalnız. ikincisində, A10-da. İkinci 16-da hər rəqəm 4 bitdə bayaq dedik, qüvvətinə görədir. Aha, onda 4 bit hər rəqəm 3 dənə. İkilidə də hər rəqəm 1 bit, 2 üstü 1. Mənim dediniz 16-da hər rəqəm 1 bitdir, düzdür? 4 bit, 4, 4. Orada 3 dənə rəqəm varsa 12 bit eləmir. 100%. Bu da oldu Y. Ha, Və burada da hər biri, ümumiyyətlə ikilidə hər rəqəm 1 bitdir də. Yəni onu heç yazmağa ehtiyac yox. Hətta burada 4-də cavab yəqin. Bəli, bu ikilidə hər rəqəm 1 bit. Bir dənə sual verim müəllim. 8-lik say sistemindən suallar düşür imtahana, yoxsa İndi o çevirmələrlə bağlı düşə bilər belə hardasa. O da ki, 10-luqdan 8-yə, 8-dən 10-luğa bəlkə düşə bilər. Onun olma ehtimalı az zaman. onluqdan istənilən say sisteminə keçəndə həmin say sistemini bölürük. Bölürük də onsuz nə fərqi var canım? Ha, işte. Məsələn, tutaq 10-luqdan 16-ya keçincə 16-ya belə gedirik. Yəni elə. Bəli, təbii ki, əlbəttə. Ədədləri 8-də artan. də eyni qaydadır müəllim, yoxsa? Yenə eyni qaydadır, fərqi yoxdur. Mənim 258-də artan sırayla düzümdürsə, hamısını eyni say sisteminə gətirib düzəlir, yoxsa Ha, bunu ancaq elə eləmək lazımdır. Bunu yoldaşlar ancaq onluğa çevirib elə eləmək lazımdır. Ha, şey. Amma müəllim, bəs hamısı ikilik say sistemində olsaydı, onda birlə bitənlər daha böyük, birlə başlayanlar daha böyük. Birlə başlayanlar daha böyük olacaqdı. Ha, şey. O da keçən dəfə də yadımda qalıb. De 261-də yenə var tək ədədləri seçsin. Orada da Bəli. cavab 1. Birlə başlayanlar daha böyük olacaqdı.
1, 3, 7 neyse getdi. Tərkiblər burada 1-dir. 1-dir, 3-dür. AF, F15-dir. F15 bir də Hə, D 1, 3, 4, 6. 6. Mənim Excel-i falan keçməyimizə hələ çox var, yoxsa? Çox var. Hardasa bir dekabr ayının. Oo. Bəli. İnformatikaya hansı mövzudan suallar düşür? Onu dayandırım